Siyonist rejim 15 il ya da 14 il sonranı görməyəcək. Amerika Birləşmiş Ştatlarının bölgədəki son çapalayışları və son cəhdləri. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Keçmiş də olsa Qurban Bayramı münasibəti ilə bir daha sizləri təbrik edirik. İnşallah. Həftə keçən proqramda buna toxunduq. Son proqramlarımızı izləyibsinizsə, bir çox proqramlarda təkid etdiyimiz məsələ 3 ay, döyüşün 3 ay sona çatmaq üzrədir. Dünən 88-ci gecə, bugün 89-cu gecədir ki, İran xalqı şəhid rəhbərin qanının qisasını və qarşı tərəfi məğlub etmək üçün və bu məğlubiyyəti tələb etmək üçün qarşı tərəfə təhmil ediləcək küçələrdə toplanışlar davam edir. Amma son proqramlardan birində toxunduğumuz 3 faktor var idi ki, 4 faktor var idi ki, Amerikanı və onun qulbəçələrini məğlubiyyətə məcbur edir ki, bu biri də xalq faktoru idi ki, bu xalq faktoru günü-gündən keyfiyyət və kəmiyyət baxımından daha da genişləndikcə, şüarlar baxımından daha da böyüdükcə Amerikanın çarəsi daha çox tükənmək üzrədir. Və biz deyirdik ki, 3 ayın sonucunda 3 ay bitir deyə 51-dən 80%-ə qədər daha böyük ehtimal verirdik ki, bu məsələ Amerikanın tabutuna vurulacaq sonmuqla birlikdə müharibə şəraiti ilə daha böyük ehtimalla sona çatacaq. Müharibənin son mərhələsi olaraq. Son 4-5 gündür biz bunu müşahidə edirik. 2-3 gün bundan qabaq olanlardan danışdıq. Fars körfəzində Amerika əyri addım atmaq istədi, ağzının payı verildi və bu gecə yenidən Amerika Birləşmiş Ştatları yenə bir bəhanə ilə özümüzü müdafiə edirik bəhanəsi ilə öz aləmində hücum eləmək istədi. Amma bu dəfə 2-3 gün bundan öncəkindən daha ağır zərbə Sepahın dəniz qüvvələri tərəfindən vuruldu Amerikanın hava bazasına. Məsələ bu idi ki, gecə təqribən 2-nin yarısı radələrində Hörmüz boğazından Amerikanın doğuşana dönmüş tankerləri 4 dənə tankeri keçmək istəmişdi. Amma öz aləmlərində GPS-i söndürüb radar sistemlərindən gözündən qaçmaq üçün oradan keçmək istəyirdi. Amma Allahu Ekber prinsipi ilə hərəkət edən dövlət, nizam və onun ordusunun gözündən qaçmaq biraz çətindir. Gərək Allahın gözündən qaça biləsən. Əgər ki, gərək özün səhv eləsən, ordu özü ya dövlət özündə xırda səhvlər ola bilər, bu heç. Amma ümumilikdə qaçmaq olmur. 4 dənə tanker Sepahın xəbərdarlıq atəşindən sonra arxasına baxmadan geri dönüb qaçdı və Amerika dəfələrlə bu 3 ay ərzində sınmış, həm diplomatik, həm kəşfiyyat, həm hərbi baxımdan sınmış Amerika bu dəfə də sındığını görüb Bəndər Abbas limanına, cənubda Fars körfəzi tərəfdə bir neçə boş əraziyə raket zərbəsi endirdi. Bunun arxasıca Sepah elə öz bəyanatında da verdi ki, saat 4:50 radələrində 5-ə qalmış 10 dəqiqə sübh vaxtı, İran vaxtı ilə əlbəttə, Sepah hava hücumu etdi. Öz bəyanatında hansı bazadan olduğunu açıqlamır, amma bugünkü xəbərlər Küveyt cırtdanında olan Amerikanın hava bazası ki, hansısa bir hissəsi yəqin ki, sağlam qalıbsa, oradan həyata keçirilmişdi bu zəif hücum. Sepah da 5-ə 10 dəqiqə qalmış sübh vaxtı güclü zərbələr indirdi ki, Sepahın ictimaiyyətlə əlaqələr şöbəsinin bəyanatı var ki, Bismillahil Qasimil Cəbbarin,
Amerika Birləşmiş Ordusunun bugün səhər saatlarında Bəndər-Abbas hava limanının kənarındakı bir nöqtəyə hücumundan sonra hücumun başladığı Amerika Birləşmiş Ştatları hava bazası səhər saat 4:50-də hava mərmiləri ilə hədəf alınıb. Sonra Sepah bəyanatında maraqlı nöqtə sonda gətirdikləridir. Əvvələn ki, davam eləyir ki, bu cavab düşmənin təcavüzünün cavabsız qalmayacağını bilməsi və təkrarlanarsa cavabımızın daha qətiyyətli olması üçün ciddi bir xəbərdarlıqdır. Baxın, keçən səfər bir neçə gün bundan öncəki atəşkəsin pozulması və bu dəfə atəşkəsin pozulması. Keçən səfərkini təhlil edəndə biz bir neçə nöqtəyə toxunduq. Dedik, Amerika həm İranın o körfəz tərəfdəki, Fars körfəzi tərəfindəki hava hücumundan müdafiə sistemlərinin yerini müəyyən etmək cəhdi var və arada bir hücum edərək sonra özümüzü müdafiə edirdik deyərək və yaxud da atəşkəsin pozulması sayılmır bu deyərək bunu adiləşdirmək düşüncəsi var idi. Buna görə də o bir neçə gün öncəki hücumun cavabında Sepah cavab verdi və orada bəyanat verildi ki, ona da toxundu. O bəyanatda deyildi ki, növbəti dəfə çaşılarsa ağır cavab veriləcək. Növbəti dəfə oldu bu gecə. Növbəti dəfədə yenidən Amerika həmin qələti elədi. Çox zəifləmiş formada, əlində qalan gücü ilə. Sepah keçən səfər dediyi sözü yerinə yetirdi əməldə, praktik olaraq ağır zərbələr endirdi Kuveyt bazasına, Kuveytdəki Amerikanın hava bazasına və bu bəyanatında maraqlı nöqtə bax burasıdır ki, praktikada göstərdiyini bir daha xatırladır ki, biz bunu etdik ki, bilsin qarşı tərəf ki, cavabsız qalmayacaq heç və bilsin ki, təkrarlandıqca daha şiddətli mərhələyə keçəcək və daha şiddətli mərhələyə keçmək bilirsiniz nədir? Yəni, biz üz-üzə gəlməyə bəhanə axtarırıq. Sırağa gün Sepahın məsullarından biri, general bir açıqlama verdi ki, bizim döyüşçülərimiz bu dəqiqə belə deyildi bizim təbirlə, cilov gəmirir. Ürəklərində olan böyük kinlə Amerikanı gözləyir ki, üz-üzə gələk Amerika ilə Fars körfəzində. Döyüşçülər bunu gözləyir, gün sayır, saat sayır. Və davamında dedi ki, Çabihardan ta Mahşəhər sahillərinə qədər təqribən 1500-2000 kilometr. İranın demək olar bütün Fars körfəzində olan, hətta Oman dənizini də əhatə edən sahilləri boyunca sayılır bu. Dedi, bu sahil boyunca Amerikanın Goristanlığına, yəni qəbristanlığına döndərəcəyik. Burada bir məsələ budur. İkinci məsələ diqqətinizi çəkmək istədiyim, Amerika nə üçün bu addımlar atır? Yenə də deyirəm, keçən bəhsdə, keçən atəşkəsin pozulmasını təhlil edəndə toxunduq ki, kəşfiyyat məlumatları və ikinci məsələ qeyd etdik ki, Sepahın və İran silahlı qüvvələrinin, məxsusən Fars körfəzi tərəfindəki yeni texnologiya olan hava hücumundan müdafiə sistemlərinin yerini bilmək və bir növdə dediyimiz kimi bu məsələni biraz adiləşdirmək, adi hala salıb birdən hansısa terror əməliyyatını etmək cəhdi də ola bilər Amerikanın burada. Buna görə də mən gözləntim budur. Qeyd etdiyim bu 3 ayın sonunda dəfələrlə son proqramlarda qeyd etdiyimiz kimi artıq müharibə ehtimalını biz daha böyük görürdük. Sanki bu onun böyüyən qığılcımları olaraq görünür və Sepah bu bəyaniyənin sonunda deyir ki, nəticələrə görə məsuliyyət təcavüzkarların öz üzərinə düşür. Yəni, bundan sonra bu iki başlı sözdə həm Amerika ordusunun qəbristanlığına dönsə Fars körfəzi, həm də Küveyt kimi bəzi cırtdanlar, Bəhreyndir, Küveytdir, bunlar mümkündür qurudan daxil oluna bu torpaqlara, sürprizlər ola, bu torpaqlar ələ keçirilə, xəlifələri qaça və ya xəlifələrinin ünvanı vırıla. Birləşmiş Ərəb Əmirlikləri ki, ikinci İsrail rolunu oynayır. Bir ara İranda zəmzəmələr də gedirdi ki, silahlı qüvvələr tərəfindən ki, məsələ böyüsə mümkündür xəlifələrin
şeyxneşinlərin öz evləri, öz yerləri vurula. Bu hadisələr də baş versə, məsuliyyət arxamızı söykədiyimiz Amerikalılara aiddir. Bizdən inciməyin təbiri deməkdir. Və bunun da yanından nəzərə alaq ki, bir neçə gündür İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini cənab Baqeri Kəni, bilirsiniz, təhlükəsizlik nazirlərinin toplantısında Rusiyaya gedib, bir neçə gündür oradadır və Rusiya rəsmiləri ilə intensiv görüşü var bu görüşün haşiyəsində, kənarında. Bu görüşlər intensivləşdikcə Rusiyanın Ukraynaya hücumları daha da intensivləşir. Görünən budur ki, bizim bir neçə il öncədən və hətta son bir ildə bəzən üzərində durduğumuz məsələ də reallaşa bilər burada. Bu da budur ki, bu üç qütb artıq dəli cöngəyə dönən Amerikanı və quduz it olaraq daha da quduzlaşan siyonist rejimi bölürlər, məxsusən Amerikanı. Yəni, cəbhələrdə gic eləmək bir əməliyyatı kimi görünür. İran-Rusiya-Çin koordinasiyası bizə bunu göstərir. Həm diplomatik, həm də hərbi arenada, həm də təhlükəsizlik əməkdaşlıqları ilə. Elə burada bir haşiyə çıxım, kənara çıxım bir söz deyim. Əzizlər, bəzən eşidirsiniz, bəzi türk medialarında da, yəni əslində siyonist medialar, Azərbaycanın da siyonist trollarından da eşidirik. Sətiraltı İranın gücündən danışa-danışa zehnlərə bunu salırlar ki, İran tamamilə sanki bütün müdafiə sistemlərini filan, ya kəşfiyyat məlumatlarını birini Rusiyadan alıb, tamamilə müdafiə sistemlərini Çindən alıb. Xeyr, ağıllı adam bilir ki, 2 vur 2 eləyir 4. Birincisi, hətta onların bu cür yalanları fərz eləyək ki, düzdür, tamamilə Çindən alıb, tamamilə Rusiyadan alıb. Çin və Rusiya elə bir dənə hegemon ölkədir və üç qütbdən biridir ki, üçüncü qütb İran olmasaydı, yerinə kim olsaydı, onu İrana verməzdilər. Tamamilə təhlükəsizlik əməkdaşlığı, məlumatlar ötürsünlər, tamamilə müdafiə sistemləri versinlər. Deməli, bu iki qütbün İrana baxışı tamamilə ayrı bir formadadır. Demək, İran bunların gözündə hegemondur ki, İrana bu məlumatları verirlər. Əgər bu söz düz olsa. İkincisi, bunlar İranla hansısa sahələrdə əməkdaşlıq edirlər. Bilirsiniz, İran raket və PUA gücünə görə dünyada birincidir. Şiddətli senzura eləmək istəməklərinə rəğmən, bəzən bu statistikada İranı 2-yə 3-ə atmaq istəməklərinə rəğmən, ya dron gücündə, ya raket gücündə, bütün statistikalar bunu göstərir ki, İran birdir. Və bunun bariz nümunələrindən biri Rusiyanı Ukrayna döyüşündə çətin vəziyyətdən çıxarıb irəli atan, bugün Geran dronları adı ilə istifadə etdiyi İranın, belə deyək də, köhnə versiyalı dronlarından Şahid modelinin 3-cü, 4-cü versiyası olan Şahid 136 modelidir. Bugün Çin bu dronları kopyalayır. Burada yəni əməkdaşlığı bu iki dənə hegemon elə belə eləməz. Üçüncüsü, əməkdaşlıqdır, nəinki. Çin tamamilə, Çin kömək eləyir, bəli, Çin peyklə kömək edir, Rusiya peyklə kömək edir kəşfiyyat məlumatlarında. Və yaxud da Çin hansısa bir köməyi müqavimət cəbhələrinə göndərə bilər. Silah, texnologiya və yaxud da Rusiya. Bu əməkdaşlıqdır. Əməkdaşlıqdır. Nəinki İranın bütün müdafiə gücü Çin və Rusiyanın əlindədir. Belə təqdim etmək çox gülüncdür. Siyasi düşüncəsi və elmi olan şəxslər bunu çox gözəl bilirlər. Hərbi ixtisası olan kəslər bunu çox gözəl bilirlər ki, Çin və Rusiya əməkdaşlıq edir İranla. Yəni, hansısa bir peyk görüntüsünü İranın ixtiyarına qoyurlarsa, İran son 10 ildə onlarla peyk buraxıb havaya. İran özünün indi sonuncu buraxdığı peyk 5 metr dəqiqliyə qədər kəşfiyyat məlumatlarını ala bilir, izləyə bilir. Və bundan əlavə, İran asimetrik döyüşə yenilik gətirən bir ölkədir. Biri var asimetrik döyüş. Məsələn, Amerika o vaxtı düşdü Vyetnam bataqlığına.
o vaxtın texnologiyasında Amerika ilə Vyetnam belə deyək, müqayisə olunması deyildi. Amma bu dəfə İran asimetrik döyüş edir Amerika ilə. Amma yeni texnologiya ilə birləşdirərək, yəni 2 qat asimetrik döyüş edir İran. İranın taktiki və texnoloji baxımdan və jeopolitik bəhslər baxımından etdiyi IQ səviyyəsinin yuxarı olduğunu göstərən və mahir şahmat ustası olduğunu göstərən bu gedişlər və addımlar, istəyir dediyim kimi hərbi sahədə, istəyir kəşfiyyat sahəsində, istəyir diplomatika sahəsində ulğuya çevrilib, nümunəyə çevrilib Putin üçün şəxsən, nümunəyə çevrilib Çin üçün. Mümkündür bir nəfərin güclü texnologiyası ola, amma asimetrik məsələ ilə onu birləşdirə bilməyə və asimetrik döyüşləri taktiki, texniki tərəfdən bacara bilməyə. Bunların hamısı İran İslam Respublikasında birləşib ən qədim şərqin sivilizasiyası və ən üstün etiqadi prinsiplərə malik olan bir ölkə olaraq bunu istədim xidmətinizə qeyd edəyəm. Və elə ali məqamlı rəhbərimiz bilirsiniz, bugün də bir bəyanat verdi. İranın İslami Məclisinin, yəni parlamentin işə başlamasının 3-cü il dönümü münasibəti ilə orada cənab Qalibafı məxsusən təqdir etdi və təqdirini bildirdi, məclisə təqdirini bildirdi və daxili məsələlərə daha çox toxunub ki, lazım olsa gələn bəhslərdə buna toxunarıq. Amma rəhbərimizin son proqramda təhlil etdiyimiz keçən bəyanatı, son bəyanatından sonra çıxışın əvvəlində qeyd etdiyim məsələ Tehranın Fələstin meydanı var. Bilirsiniz də orada məxsusi divar yazıları əsas hadisələr öncəsi və yaxud da sonrası məxsusi divar yazıları orada qoyulur və bu divar yazıları şəkillərlə və üzərində olan şüarlarla müşayiət olunur. Rəhbərin son proqramda təhlil etdiyimiz xüsusi nöqtəsi var idi ki, Siyonist rejimin nəfəsləri artıq saylı hala düşüb. Tehranın həmin Fələstin meydanında yeni divar yazısı və şəkli ilə birlikdə qoyulur ki, Siyonist rejim 15 il sonranı görməyəcək. 15 il yəni İranın ili ilədir, amma bizim saydığımız miladi təqvimlə 14 il düşür. Çünki bilirsinizsə 2015-də rəhbərimizin atası şəhid İmam Seyyid Əli Xameneyinin Siyonist rejimə barəsində qoyduğu bir proqnoz var idi. Miladi illə 2015-ə düşürdü. Amma İran tarixi 3 ay o tərəfdən, 3 ay bu tərəfdən fərq eləyir deyə şəmsi tarixidir. İran tarixi ilə 15 il kimi görünür. Amma ümumilikdə 14 il. Siyonist rejim o vaxt demişdi 25 il sonranı görməyəcək. İndi 14 il sonranı görməyəcək. Nəinki 14 il yaşayacaq. 14 il sonranı görməyəcək məsələsini İran yenidən qabardır. Siyonist rejim və Amerikanın çarəsizlikləri burada görünür. Amerika çox uğursuz və müvəffəqiyyətsiz sınamalar eləyir, testlər eləyir, istəyir dediyimiz bu atəşkəs rejiminin pozulması məsələləri ilə. İstəyir Çindəki Trampın sınıb qayıtma məsələsi ilə diplomatik arena, siyasi arena, hərbi arena, kəşfiyyat uğursuzluqları. Bu uğursuzluğu Amerika başlayıb Kubaya təhdiddə göstərməyə, başlayıb Omana təhdiddə. Çünki Oman bilirsiniz də, Kuba və Oman İranın dəstəkçilərindəndir. Kuba Cənubi Amerikada materikindədir. Oman da bildiyiniz kimi İranla artıq koordinasiyalı İranın yeni hakimiyyət qanunlarını birgə Hörmüz boğazı və Oman dənizində həyata keçirmək üzrə razılaşıb və Oman Yəməndən sonra bu satılmış ərəb ölkələri arasında yeganə özünü kişi kimi və mərd kimi aparan siyasi arenada bir ölkədir. Buna görə də Amerika artıq o dəli cöngə kimi quduz halını daha da çox təzəssüm etdirməyə başlayır. Ay Omanı belə eləyəcək, ay filankəsi belə eləyəcək, Kubanı belə eləyəcək. Bu sözün həqiqi mənasında dünən axşam John Mearsheimer də artıq konkret İranın qalib olduğu barəsində çıxışını etdi və Amerikanın
bütün ekspertləri bunu özləri təkid eləyir son 2-3 gündür ki, artıq İran qalibdir. Düzdür, bu iki başlıdır. İstəyirlər müəyyən qədər İranda arxayınçılıq yaratsınlar falan şey olsun. Bunu da yuxuda da görməyəcəklər. Çünki John Mearsheimer kimilər və digər ekspertlər Amerikada nə qədər də Amerikanın Quduz sisteminə baxanda daha neytral və ədalətli danışsalar da, amma Amerikadan danışırlar. Bunu da unutmaq olmaz və Amerika sistemində işləyən adamlardır. Amma hər halda bu acı etiraflar gözə çarpacaqdır. Siyonist rejimin nəfəsləri niyə sayılıdır? Niyə 14 il sonra görməyəcək inşallah? Bugün baxın, artıq Hizbullah çarəsiz vəziyyətə salıb siyonist rejimi. Çarəsiz və Tufan Ul-Əqsadan bu tərəfə təkid etdiyimiz və sözünü verdiyimiz və zaman-zaman reallaşdığını da gördüyümüz məsələ. Deyirdik, Amerika və siyonist rejimi müqavimət gücü tükəndikcə hər sektorda içəridən parçalanması güclənəcək. Hizbullah sürətlə rəhbərimizin dünənki bəyanatını reallaşdırır və təsadüfi deyil ki, rəhbərin son dünənki bəyanatında, yəni sırağa günkü bəyanatında müqavimət cəbhəsinə işarə vurur, məxsusən Hizbullah deyə gətirir. Məxsusən Livan müqavimətinə rəhbər xüsusi parantez açır, yer açır. Bu da bizim sözünü verdiyimiz bir məsələyə daha çox oxşayır getdikcə. Deyirdik ki, Amerika xərçəng kişinin dədəliyi himayədarı olaraq Amerikanın işini İran böyük ölçüdə bitirəcək və müqavimət qolları Amerikanı buradan təmizləyəcək. Amma siyonist rejimi də İran əsas nakavt zərbələrini vursa da, əsasən siyonist rejimi müqavimət qolları olsa da, əsasən Hizbullaha tapşıracaq demişdik. Yeri şumlayacaq təbirindən istifadə eləmişdik. Hər sadiq vəd əməliyyatında bir şum sezonu kimi baxın və bu sonuncu sadiq vəd 4 əməliyyatında artıq son nakavt zərbəsi və şumlama sezonu startı verildi İran tərəfdən və İranla yanaşı Hizbullah dəhşətli dərəcədə siyonist rejimdən tələfat almaqdadır indiyə qədər. Yəni sözün həqiqi mənasında istəyir hərbi toplantılarını, istəyir hətta bəzi təhlükəsizlik toplantılarını, zaman-zaman işğal olunmuş Fələstin torpaqlarındakı şübhəli maşın partlayışları və böyük rütbəli Mossad generallarının başının əkilməsi, siyonist rejimin işğal etdiyi torpaqlardakı şimal ərazilərinin boşaldılması və oranın artıq təhlükəsiz olmaması və Hizbullahın intensivləşən həm kəmiyyət və həcm baxımından, həm də keyfiyyət və texnologiya baxımından siyonist rejimi intensivləşən intervalla çarəsiz qoyan hücumları bizə bunu deməyə əsas verir ki, sözün həqiqi mənasında siyonist rejim son nəfəslərini vermək üzrədir inşallah və bu da dediyimiz kimi harada görünür? Artıq dəlicəsinə kör-körana hücumlar ya Livanın cənubuna və bu kör-körana hücumlar intensivləşdikcə Hizbullahın hər gün təqribən orta hesabla günə 25 ağır əməliyyat və ağır tələfat alması ilə nəticələnir. Qəzziyə kör-körana hücumlar və Suriya tərəfin, Suriyanın cənubuna. Yəni Quduz it dəli olur, hər tərəfə hürür artıq. Bilir ki, ömrünün sonudur. Təhlükə hardan gələcək bilmir. Hər yeri yoxlayır. Bax, siyonist rejimin vəziyyəti budur. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.